Salam Azerbaycan, Salam Aslam TV. Mən Almaniyadanam. 7 yaşından piyanoda ifa edirəm. Yəni təxminən 60 il. 60 years. Ölkənizdən mənə tez-tez yazır, Azərbaycan mahnılarını ifa etməyimi istəyirdilər. Xüsusilə Həsrətindən bəstəsini və beləcə başladım Azərbaycan musiqilərini ifa etməyə. Çox sevildi. Həsretinden. When I play Azerbaijani music, Azərbaycan musiqisini ifa edəndə həm qürur, istilik, kədər, həsrət və həm də daxili güc hiss edirəm. Europe music often seems restrained. Avropa musiqisi mənə daha çox nəzarətli və polifonik görünür, amma Azərbaycan musiqisi isə birbaşa ürəyimə toxunur. Straight to the heart. Daha çox pianoçu Vüsal Namazlının aranjmanlarına müraciət edirəm. Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Eldar Mansurov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov və Şəfiqə Axundovanın əsərləri mənə çox doğma gəlir. I would like Musiqinizi çox sevdiyimdən dilinizi də öyrənmək istəyirəm. Lüğət də almışam. Əziz Azərbaycanlı dostlarım, mənə və ifalarıma olan marağınıza, sevginizə görə çox minnətdaram. Ölkənizin musiqisini öyrənməyə davam edəcəm. of your country. YouTube kanalımıza abunə olun.